Salam, sabahınız xeyir əziz izləyicilər. Baxın, mənim zəngli saatlarım iş başındadır. Kətdə yaşayırsansa heç bir telefona, alarma ehtiyac yoxdur. Bu toyuqlar adamı elə oyadır ki, elə bil operaya hazırlaşırlar. Şəhərdə insanlar kofe ilə ayılır, biz isə bu cücələrin səsi ilə. Həm də kəndin havası elə gözəl olur ki, səhərlər adamın ciyərləri bayram edir. Çıxmasınlar və ya başqa böyük pişiklər gəlib onlara ziyan verməsin deyə. Belə bağlamışam ağzını. Gəl sıx. Bunların yeməyini verim. İndi isə keçdim pişiklərə. Bu balacaları hələ ki ev təksində saxlayıram. Niyə? Çünki çöldəki böyük pişiklər və itlər bunlara zərər verməsin deyə biraz ətə qana dolsunlar, pəncələri bərkisin, sonra həyətin kralı olacaqlar. Hələ ki isə ancaq mənə naz eləyirlər. Baxın, necə şirindilər, ancaq yemək davasındadılar. Qaynadıram, verəcəm. Yumurta qaynadıb verəcəm. Hələ balacadırlar da. Biraz daha böyüsünlər. Sonra yəni nə gəlsə yeyirlər. Amma hələ balacadırlar deyə biraz yeməklərinə diqqət edirəm. Acmışdınız. Oy, acmışdın. Bunu da kəsib indi qoyaram bura. İçini yalayarlar. Toyuqlar görüb bunlar burada yer gəlirlər. Bunların yeməyini yeməyə. Getdim mətbəxə. Deməli, burada lobyam var. Son buzluq lobyamdır. Qışdan qalan lobyam. Axırıncıdır, bitir. Çollarda artıq lobyalar görünür, amma mənim buzluğumda lobya bugün bitir. Bunu da bişirim. Lobya çıxırtması hazırlayaram. Mən həmişə çıxırtmasını hazırlayıram, çünki başqa cür xoşlamıram. Yəni sadə hazırlayırlar, onu xoşlamıram. Ona görə də belə hazırlayıram. Burada çiyələyim var, bunlardan indi yuyaram. Yağışların nəticəsidir. Yağışlardan olub da belə çürümə. Bunu anamgil pay göndərib. Bu tumları elə bil ki üstdədir. Biləysən tökülür hələ. Gecə göndərmişdilər. Uşaqlar yeyib, mən isə yeməmişəm. Biraz özüm üçün yuyub yeyərəm. İndi gedim qabları yuyum. Sonra başlayaram bunu hazırlamağa. Burada qablarım var. Bunları çıxarım. Yuyum çıxarım sonra. Bu lobyanı yayda günün altında əkəndə belim biraz ağrıyırdı. Amma indi buzluqdan çıxarıb bişirəndə deyirəm ki, nə yaxşı ki əkmişəm. Kənd adamı gərək zəhmətdən qaçmasın. Öz əlinlə yetişdirdiyin tərəvəzin dadını heç bir market verə bilməz. Bilirəm çoxunuz deyəcəksiniz ki, vlogda qab yumağın nəyi maraqlıdır, amma inanın mənim üçün bu hissə günün ən vacib terapiya anıdır. Kənd evində hər tərəf səs-küylü olur. Toyuqlar bir tərəfdən, uşaqlar bir tərəfdən, ev işləri, amma qab yumağa başlayanda elə bir zaman dayanır. Heç kim məndən heç nə istəmir, sadəcə mən və suyun səsi. Sürətləndirilmiş kadrda bəlkə asan görünür, amma bu qabların, bu qazanların təmizlənməsi elə bil ruh rahatlığı verir. İnsan bəzən sadə bir işi görərkən dərin düşüncələrlə dalır. Mətbəxdən çölə baxıram, ağacları, təbiəti görürəm və şükür edirəm. Mənim üçün təmizlik təkcə qablarda deyil, həm də fikirlərdədir. Bütün yorğunluğum bu köpüklərlə, bu su ilə axıb gedir. Sizdə də belədir, hansı ev işi görəndə beyniniz dincəlir. Qab yumağı bitirdim, indi biraz ağzımız şirinlənsin. Baxın bu çiyələklərin rənginə, ətri bütün mətbəxi bürüdür. Kəndin dadı, duzu, bax bu təbii nemətlərdədir. Nəysə, çiyələyi yudum, biraz da qoydum su islağına, keçək əsas məsələyə. Lobya üçün soğanı soydum, qəşəncə yudum. Keçdik onu doğramağa, qəşəncə doğradım, biraz da ağladım, soğan ağlatdı məni. Və indi qoyaram qovrulmağa. Soğan doğradım, aza kərə yağı, bir də duru yağ əlavə elədim. İndi qoyaram ocağa qızarmağa.
Bunu koyuram. Namaz da vaxtıdır. Gedim namazımı qılım. Gəlib nəzarət edərəm arada. Bütün bu dünya təlaşı, ev eşik işləri, kəndin qayğıları hamısı bir kənara çəkilir. İndi günün ən gözəl məqamıdır. İnsanın öz yaradanı ilə baş-başa qaldığı, ruhunun bütün yorğunluğunu atdığı o anlar. Namaz mənim üçün sadəcə bir ibadət deyil, həm də bir şükür məqamıdır. Verdiyi hər nemətə, ailəmə, bu can sağlığına, hətta o həyətdə qaçan cücələrin rüzüsünə qədər hər şey üçün əlhəmdülillah deyirəm. Bəzən həyat bizi çox qaçırır, çox yorur, amma alnını səcdəyə qoyanda bütün o yüklər elə bil çiynindən düşür. İnsan burada anlayır ki, biz bu dünyada ancaq bir yolcuyuq və ən böyük sərvətimiz qəlbimizdəki o mənəvi dincəklikdir. Allah hər kəsin dualarını qəbul eləsin, ürəyinə nur siləsin. İndi bundan belə yaydı, ancaq ən xoşladığım bir bu yeməkdir, bir də badımcan sırdağı. Və budur, yeni sabah, yeni bir gün. Mübarək Qurban Bayramı gəldi çatdı. Əziz izləyicilərim, hər birinizin bayramını ürəkdən təbrik edirəm. Allah kəsdiyiniz qurbanları, etdiyiniz duaları qəbul eləsin. Süfrəniz həmişə rüzülü, bərəkətli, qəlbiniz huzurlu olsun. Mən bugün bayramı ailə böyüklərimizlə qarşılayıram, amma uşaqlar bu bayramda bizdən uzaqdadır. Gözəl Qubamızdadır, Quba şəhərində. Məktəblə birlikdə gəzintiyə gediblər. Baxın, mənə maraqlı kadrlar göndəriblər. Maşallah, Qubanın o yaşıl meşələri, gölləri, uşaqlar orada həm təbiətin dadını çıxarırlar, həm də gəmilərlə, qayıqlarla gölün ortasında sürətli bir macəra atlayıblar. Onların bu şən səsi, bu mənzərələri mənim üçün ən böyük bayram hədiyyəsidir. Deyirəm ki, uşaqlar gəlsin, dünyanı görsünlər. Biz də onların sevinci ilə sevinək. Bir daha hamınızın bayramı mübarək. Və gəldik günün ən məsuliyyətli, həm də ən ləzzətli işinə. Bilirsiniz, lülə kabab hazırlamaq biraz incə işdir. Çoxu deyir ki, şişdə saxlamaq hər adamın işi deyil. Amma mən bu qoxunun, bu tüstünün içində böyümüşəm. Bizim ailədə aşpazlıq bir növ mirasdır. Babam rəhmətlik el aşpazı olub, illərlə insanların xeyir-şər işlərində yeməklər bişirib, süfrələr bəziyib. Əmim də eləcə peşəkar kababçıdır. Yəni mənim damarlarımda o aşpazlıq həvəsi uşaqlıqdan axır. Yadımdadır, anam qurban bayramlarında həmişə lülə kabab hazırlayardı. Mal əti biraz quru olduğu üçün onu belə dadlandırmaq bizim ailənin adətidir. Mən də bugün o adəti davam etdirirəm. Anamdan nə görmüşəmsə, indi də öz uşaqlarım üçün eynisini hazırlayıram. İnsan uşaqlıqda nə görürsə, gələcəkdə də o xatirələri yaşatmaq istəyir. Baxın, görün necə səliqəli alınır. Yəni, bacardığım qədər hazırlayıram, bişirirəm. Çox da gözəl, çox da dadlı alınmışdır. Əl qabiliyyəti insana həm də genlərdən keçir. Deyəsən, mən də babamdan və anamdan gözəl bir miras qalıb. Sizlər isə göz haqlarınızı halal edin. Bu hazırdır. Bu da hazırdır. Dostlar, mən bayaqdan sizə evdə ailə mirasından, genlərdən danışırdım, amma indi şahid olacağınız mənzərə 100 eşitməkdənsə bir görmək yaxşıdır, misalıdır. Uşaqlar Qubada, mən də balaca qızımla tək qalmayım deyə anamgilə gəldim, amma həyətə girən kimi gözlərimə inanmadım. Baxın, mən evdə nə hazırlayırdımsa, anam da burada eyni şeyi hazırlayır. Mən nə qədər öyrənsəm də, anamın o əllərinin tamı, o illərin təcrübəsi bir başqadır. Bu günlük mənim maraqlı və təsadüflərlə dolu videomdan bu qədər. Anamın dadlı kababları artıq hazırdır, biz keçirik bayram süfrəsinə. Siz də ailənizlə, doğmalarınızla birlikdə xoşbəxt qalın. Videonu bəyəndinizsə like etməyi, anamın lülə kabablarına bir ürək qoymağı unutmayın. Hələlik.